Salam şagirdlər, mən Adəm müəllim. İndi isə 9 güvən sınaq içində izahını sizə verirəm. Ədədin tərtibini tapın. Birbaşa başlayırıq. Ədədin tərtibini tapın. Tərtibi deyəndə ifadədə qiymətli hissə belə deyək. Birdən böyük bərabər ondan kiçik olmalıdır. Yəni bu hissədən bir hissə ayırırıq və bu hissəni ayırırıq. Tərtibi isə digər ifadə. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bizim tərtibimiz artıq 8-ə bərabərdir. Ədədləri müqayisə edin. 2-də. Ədədləri müqayisə edin. Yəni, biz bunu nə iş görəcəyik? Deməli, biz bunu bir kökdə yazıb və bunların dərəcələrini bərabərləşdirəcəyik. A bərabərdir. A bərabərdir. Baxın. A bərabərdir. Kök altında 3. B bərabərdir. 3-ün zərbədən kök altında 4. C bərabərdir. 4-ün zərbədən kök altında 6. 2, 3, 4-ə. Ortaq məric olur 12. Olur A bərabər 12-ci dərəcədən 3 üstündə 6. B bərabər 12-ci dərəcədən 4 üstündə 4 üstündə 4. 4 üstündə 4. C bərabərdir 12-ci dərəcədən 6 üstündə 3. Hansı ifadə daha böyükdürsə, deməli həmin ifadə biraz daha böyük olacaq. Deməli 6 adını 36, 216 bu eləyir. 4 16, 64, 64 4'ə vuranda. 4 16, 24, o da bir 256 bu eləyir. 3'ün 9, 27, 81, 243'də bu eləyir. Buradan baxıram ki, ən böyük B'dir. Baxın, ən böyük B'dir. Sonra gəlir A, sonra gəlir ən balaca C və doğru bu cavab burada artıq B variantıdır. Növbəti, olarsa A plus B cəmini tapın. Tez bunu biz müxtəsər açırıq. Deməli, birincinin kubu 8x'in kubu plus 3 A kvadratı B bu şəkildə plus 3 vurulsun 2x vurulsun 3y'in kvadratı plus 27y'in kubu. Artıq bu ifadələr ki var. Bunlar sadələşdirib alacaq da yeni bir ifadəni. Olacaq 4 üçün 12, 12'ni 3'ə vuranda 36x kvadratı y. Burada olacaq 9 üçün 27, 2'yə vuranda 54 x y kvadratı. Artıq bizə deyir A ilə B-nin cəmi tapı. Yəni biri 36, biri 54. Bunun da cəmi elədi 90. Deməli burada B variantıdır. Sonra digər ifadədən çevrədə 2 nömrə kəsir. Bizə OD-ni deyir. OD də bir dənə x-dir. Yəni x vurulsun 8 bərabər 4 vurulsun ona. X bərabərdir. 40'ı bölürəm 8'də, bunda alınan 5. Və doğru cavabımız D variantıdır. Hasili natural ədəd olarsa, K-nın ən kiçik qiymətini tapın. Hasili natural olarsa, K-nın ən kiçik qiymətini tapın. Deməli, belə bunu çevirək. K vurulsun, olacaq 2 ənə 9, 1 0. Belə yazaq da bunu artıq 6 çıx 0 yazacaq da artıq bu 6 çıx 0 elə burada 6 var da konkret olaraq var. Yəni 6 ilə 9 90 x-lar gedir. Bəli, gedir. Yəni belə deyək də. Neçə qalır x-lar eləyəndə bunları? 9 96-ya bölək də. 9 90-ı bölək 6-ya. 1 6-nın 6. 39 6 dəfə 6 36 165. Yəni elə bil yazırıq ki bura K vurulsun 165'də 1. İndi bizə deyir ki burada K'nın ən kiçik qiymətini tap. Artıq burada K'nın ən kiçik qiyməti hansı oldu? Oldu. Yəni K'na 165 x-lar getməsi üçün K'nın yerinə ən balaca olaraq 165 qoymalıyam. Sonra 6. İki ardıcıl cüt natural ədədin ortaq olmayan sadə vurğuların hasili 20 olarsa, bu ədədlərin hasilini tapın. Ortaq olmayan sadə vurğuların hasili 20-dirsə, artıq biz belə yazacaq da bunu. Əkob, yaza bilərik. Əkob AB bölünsün əbob AB. Bu da bərabər hasili 20'dir də. Artıq 20'dir. Deməli biz nə yazırıq burada? İki ardıcıl cüt natural ədədin ortaq olmayan sadə vurğuların hasili 20 olarsa, artıq biz bunu nə yazacaq? Əkobu artıq neçə olacaq bunun? Deməli burada biz nə edirik?
İki ardıcıl cüt naturallərin ortaq olma. Artıq iki ardıcıl cüt natural deyəndə bunun əbobi 2-yə bərabərdir. Bunun əbobi 2-dir. Buradan da baxırıq ki, əkob AB də bərabərdir. 22-yə vuranda 40. Əbobi 2-dir, əkobu 40-dır. Yəni, əbob AB vurulsun əkob AB. Məsələsinə baxacaq. Əkob AB. Bu da bərabər AB. Onsuz da bizdən bu ədədlərin hansını soruşur? 40-ı 20-yə vuranda artıq alacağına cavabımız 80 alacaq. Deməli, uzunluğu 12 pi olan çevrənin radiusunu tapın. Uzunluğu 12 pi isə 2 pi bərabər 12 pi. Piləri atırıq. Radius bərabər 12 ilə 2-yə böləndə radius elədir nə qədər? 6. 8-ci sual. Düz xətt üzərində ABCD nöqtələri qeyd olunmuşdur. Düz xətt üzərində deməli A, B, C, D nöqtələri qeyd olunmuşdur. AC 12-dir. 12. BD 15-dir. Ümumi parçamızda 23-dür. Yəni, nə etməliyəm mən burada? 12 ilə 15 toplamalıyam. Həmin o BC-ni çıxmalıyam. 23-ə bərabər olsun. BC də bərabər 12, 15. 27, 27-dən də 23 çıxanda nə qədər qalır? 4 qalacaq. Deməli, bizim BC parçamızın uzunluğu nə qədər imiş? 4 cm imiş. Sonra keçək 9-cu suala. Mod x böyük x şərtini ödəyən ən böyük tam ədəd tapın. Mod x böyük x şərtini ödəyən ən böyük ədəd əlbəttə ki, mənfi birimizdir. Mənfi 1 böyükdür nədən? Belə yazaq da. Artıq bura mənfi 1 yazsaq 1 olacaq bu ifadəmiz. 1 olacaq. 1 böyükdür olacaq artıq mənfi 1. Artıq digər ifadələr ən böyük tam ədəd tapın. Artıq ən böyük tam ədədimiz də zaten elə nədir? Mənfi 1-ə bərabərdir. Sonra, bir həllisini standart şəklə gətirin və əmsalı ilə dərəcəsinin cəmini tapın. Standart şəklə gətirdiyimiz zaman olacaq nə? 2, 4-ün 8, x üstündə 4, vur y üzərində 4. 8, x4, y4. Artıq əmsalı ilə dərəcəsinin cəmi. Əmsalı 8-dir. Dərəcəsi də 4 ilə 4 yenə 8-dir. Cəm elədi nə qədər? 16. Sonra keçək digər suala. Bərabəryanlı düzbucaqlı üçbucağının ağırlıq mərkəzindən iti bucaq təpəsinə qədər məsafə 2 kökətdə 10. Hipotenozu tapın. Bax, diqqətli olması burada. Bərabəryanlı düzbucaqlı üçbucaq. Çəkək bir dənə, bax. Bərabəryanlı düzbucaqlı üçbucaq. X-dır. Burada X-dır. Burada X kök altı nədir? 2-dir. Deməli, burada ağırlıq mərkəzindən iti bucaq təpəsinə qədər məsafə 2 kökətdə 10 deyirsə, artıq burada bizə. Deməli, burada biz artıq diqqətli olmalıyıq. Ağırlıq mərkəzi medianların kəsmə nöqtəsidir. Tamam ki, bura ağırlıq mərkəzidir. Medianların kəsmə nöqtəsi. 2 kök 10-dursa, medianlar təpədən çəkilərə 2/1 nisbətlə bölünsə, bu da olacaq kök altında 10. Artıq mediandırsa, tərəfi 2 yerə bölür. Burada da x bölü 2, burada da x bölü 2. Artıq burada Pifaqor teoremini istifadə edəcəyik. X kvadrat plus x bölü 2-nin kvadratı, yəni x kvadrat bölü 4. 3 kökətdə 10 isə bu da bərabər olacaq 90-a. Olacaq 5x kvadratı bərabər 360-a. X kvadratı bərabərdir. Olacaq artıq 4, 5x kvadratı 4-ü 90-a vuranda 360. 360-ı 5-ə vuranda qalacaq 72. X də bərabərdir. 70-ini yazarıq 36 vurulsun 2 şəklində. Bu da elə də 6 kökətdə 2. Artıq biz x-i 6 kökətdə 2 tapdıqsa, 6 kökətdə 2 tapdıqsa, 6 kökətdə 2-nin də kökətdə 2 misli elədi 12. Deməli, bizim hipotenuzumuz 12-yə bərabərdir. Yarımçevrənin uzunluğu 6 pi olarsa, deməli, ümumi çevrəmizin uzunluğu 12 piyə bərabərdir. Artıq bu da 2 pi yer olarsa, artıq radiusu bərabərdir. Nə olur? Tez radiusu 6-ya tapırıq. Yarımçevrənin uc nöqtələr arasındakı məsafə məsələ bizim diametrimizdir. Radiusu 6 olan çevrənin də diametri artıq 12-yə bərabərdir. Sonra 2 kökətdə 6 ədəd tam hissəsini tapın. Artıq biz burada tam hissəsini tapanda bu 2-ni gətirib salmalı kökün altına. 2-nin kökün altına 4 vuraq salacaq. Vuracaq 6-ya. 4 altından adı 24. 24 nə? 4 ilə 5-in arasında yerləşdiyinə görə artıq bu ifadənin tam hissəsi artıq 4-ə bərabərdir. Aşağıdakı diaqramlardan hansında 48 və 54 ədədinin sadə vurğularını doğru verilmişdir.
Sadə vuruqlar doğru verilmişdir. Artıq biz elə bunları vuruqlara ayıracaq sadə olaraq. Yəni 48-i ayırsaq 2-yə 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 3-ə 1. 54-ü vuruğa ayırsam 2-yə 27, 3-ə 9, 3-ə 3, 3-ə olacaq 1. Hə. Artıq burada necə eləyəcəyik? Burada eyni olanları diqqətlə bax, diqqətlə 2, 2, sonra 3 və 3. Deməli 2, 3 olacaq bunların kəsməsində. 2, 3 olacaq bunların kəsməsində. Qalanlar isə bax 3 dənə 2 olacaq tək 48-də, 2 dənə 3 olacaq tək 54-də və deməli biz artıq burada D variantını götürəcəyik. Ədədin irrasional ədəd aşağıdakı hansı ilə bu ədədin hasili irrasional ədəd deyil. İrrasional ədəd deyilsə, elə bil bu kub ifadəsinə görə artıq bunu alacağıq biz. Deməli kub varsa, artıq biz burada A kubu, belə deyək də, baxın uşaqlar, A kubu plus B kubik ifadəsi kimi. Bu da A plus B, baxın elə bil A plus B burada var. A kvadrat çıx AB plus B kvadrat. Yəni bizə lazım olan bu ikinci hissədir ki, buna vuraq, kub açılsın və irrasional olmasın. Deməli olacaq 3-ün üzərindən 2 kvadratı çıxılsın 3-ün üzərindən 2 üstəgəl 1. Baxaq hələ. Deməli baxın, bu 4-dür də. Bax 2-nin kvadratı ilə 4-dür də burada. Və baxıram ki, B variantı doğruymuş. 16. A-dan B-ni çıxıran B-nin artırımı hər ikisi bərabərdir. Bax, bu ifadəyə diqqətlə baxın uşaqlar. Bax, bu ifadəyə. Bax, bura A-dır, bura B-dir. Bu da 6-dır, bura da 6-dır. Artıq birləşməsi artıq 24-dürsə, 12 var, 12 də düşməlidir bunların kəsməsinə. Deməli, bunların kəsməsi ilə 12-yə bərabərdir. Aydədə 2, 3, 6 ədədlər ilə tərs mütənasib hissələrə bölünmüşdə, alınan ədədlər natural ədədlərdir. A-nın ən kiçik natural qiymətini tapın. Yəni, bu ədədlər tərs mütənasib hissələrə bölünürsə, ədəd 2-də 1, 3-də 1 və elə bil 6-da 1 ilə belə deyək də, bax, belə yazaq səliqəli. 2-də 1, 3-də 1 və 6-da 1 ədədlər tərs mütənasib hissələrə bölündükdə, A-nın ədədlər natural ədədlərdir. A-nın ən kiçik natural qiymətini tapın deyir məsələsində, bunları ortaq mərhəz gətirəcəyik və surətə bölünən ən kiçik ədəd götürəcəyik. 2, 3, 6-ya ortaq mərhəz 6 bu ifadə elədi nə qədər? Bax, 2-də 1 ilə 3-də 1 toplayanda, elə 6-da 5, 6-da 5 ilə 6-da 1 toplayanda eləyər elə ortaq mərhəz belə deyək. Ortaq mərhəz 6-dırsa, deməli A-nın ala biləcəyi ən kiçik natural qiymət elə 6 qiymətdir ki, 6 qiymət. Çünki 6 həm 2-də 1-ə, həm 3-də 1-ə, həm 6-da 1-ə rahatlıqla bölünür. Bərabər tərəfli tutacağın xarici bucağının daxili bucağının nisbəti. Bərabər tərəfli tutacağın daxili 60-dır. Xarici, bunlar ikisi bir yerdə 180 dərəcə eləməlidir. Deməli, xarici bucağının daxili bucağına 120-nin də 60-a nisbəti nəyə bərabərdir? 2-yə bərabərdir. A-nın hansı qiyməti bu ifadə 0-a bərabərdir? İfadəmizdə gərək surət 0 olsun ki, məxrəc 0 ola bilməz. Surət 0 olsun ki, qiymətimiz 0-a bərabər olsun. 12, A da bərabər 6 qiymətində. Bax, belə. 20-ci misal. Çevrənin BC vətəri AB diametrinin yarısına bərabərdir. Çevrənin BC vətəri, bax, yazıram ki, AB diametr BC vətəri AB diametrinin yarısına bərabərdir. Yəni, bura radiusdur. Bura 2 yerdir. Deməli, 30 dərəcə bucağımız var. Digərdə olacaq 60 dərəcə. Çünki yarı məsələsi ki var. 30-un qarşıdan kat-hipotenuzun yarısıdır. ABC bucağın dərəcə ölçüsü artıq neçə elədir? 60 dərəcə gördüyümüz kimi 60 dərəcəyə bərabərdir. 21. Bu da eləyir nə? 9-da 4 kökün altında. Çıx 0,1 aşağıda olacaq 0,6. Bu da olacaq 3-də 2 çıxılsın 6-da 1. Bunu hər tərəf 2-yə vuracaq. 6-da 4-dən 6-da 1 çıxanda qalacaq 6-da 3. Bunları da ixtisar eləyəndə qalacaq 2-də 1. Yəni 2-də 1 doğru cavab, yəni 0,5 də yaza bilərsiniz. 2-də 1 də yaza bilərsiniz. Sonra
34 ədədin 1 üst 5 əlləri ilə düz mütənasiblərə bölünməsindən alınan kiçik ədəd hansı ədədin 45%-nə bərabərdir? Yəni mən 234-ü bölməliyəm 1, 3, 5-in cəminə. 234-ü bölürəm 9-a. 20 9-a 2 dəfə, 54 6 dəfə. 26. Deməli, ən kiçik ədədsə 26-ın 1-ə vururam, elə 26 digərinə ehtiyacım yoxdur. Yəni, hansı ədədin 45%-nə bərabərdir? Yəni, 45% 26-ını tapacaq. Yəni, 26-ını vuracaq 100-ə, böləcək nəyə? 45-ə. Və yaxud çalışmaq üçün yaza bilərsiniz uşaqlar. Belə yaza bilərsiniz ki, x-ın hansı ədədin 45%, məsələn, %45 bərabər 26. Onsuz yenə 26-ı 100-ə vurur, 45-ə bölərsən. 45 ilə 26, 100 gedir x-ə 5-ə. Burada 9 qalır. Burada 20 qalır. 20-ni 26-ya vuranda 520. Məxrəcə isə nə qalır? 9. 529. Çünki bu ətraflı sualdır uşaqlar. Yaza bilərsiniz. Sonra, iki düz xəttin kəsməsindən alınan bucaqlar. İki düz xəttin kəsməsindən alınan bucaqlar 5x 24 və 2x plus 57 olarsa, iki düz xəttin kəsməsindən alınan bax, bucaqlar ki var. X-in mümkün qiymət. Ya bunlar qonşu ola bilər, ya bunlar qarşılıqlı ola bilər. Deməli, belə ola bilər də 5x 24 bura olsun. 2x plus 57 bura olsun. Bunlar bərabər olsun bir-birinə. 5x minus 24 bərabər 2x plus 57. 3x bərabərdir 81, x bərabər olar 27. Artıq x-in 27 dərəcə olduğu bizə məlum. Bir də bunların cəmi 180 bərabər olmalıdır. Qonşu olsa əgər, bax qonşu olsa, bura məsələn 5x 24, 2x plus 57. Belə olsa cəmi 180 olacaq. Yəni 5x 24 ilə 2x plus 57-nin cəmi 180 dərəcədir. 7x bərabərdir 180-dan 57, bir də üzərinə 24 gələndə artıq eləyir nə qədər? 33 eləyir, bəli, 33. 180-dan 33 çıxanda qalacaq 147. X də bərabər 21 dərəcə. 21 dərəcə olanda bizə deyir cəmini tapın. 27 ilə 21-in cəmi eləyəcək artıq 48 dərəcə, doğru cavab belədir. 24-cü suala baxaq uşaqlar. ABC bərabər yanlı üç bucağında AB və BC ağırlıq mərkəzi. Ağırlıq mərkəzi yəni medianların kəsmə nöqtəsidir. AD-ni tapın. Tapaq AD-ni uşaqlar. Burada bərabər yanlıdırsa burada 58-dir. Hə, indi deməli, bu mənim mediandır. Median da 2 hissə yuxarıdadır, bir hissə aşağıda. Yəni 7x-in yarısı 3x plus 2-ni verir də bizə. 7x bərabərdir 6x plus 4-ə. X də bərabər 4-ə. Artıq x-imiz 4 məlumdur bizə. Yəni bu bərabər yansa bu da həm də hündürlüydür də. Həm də hündürlüydür. Bax bu həm də hündürlüydür. Bizə deyir AD-ni tapın. AD də olsun bir dənə K olsun. Deməli 4-sə, x 4-sə 4 28, aşağıda 14. 14 çünki yarı daxı. Deməli K kvadratı plus 14 28 elədi 42. 42-nin kvadratı bərabərdir 58-in kvadratına. K kvadratı bərabərdir. 58-dən 42-ni bir çıxaq. 58-dən 42-ni bir toplayaq. Müxtəsərki olaraq. K kvadratı bərabər 58-dən 42 çıxanda qalır 16. 58-dən 42 toplayanda eləyir 100. K da bərabər 4 vurulsun 10 da bərabər olur 40. Yəni AD-miz bərabər olur nə? 40 cm. Sonra sonuncu sual 25-ci sual. İfadəsini sadələşdirin. Vurğulara ayrı, yəni ixtisar eləyin. Yuxarını yazırıq ki, x kvadratı minus y kvadratı, x kvadratı plus y kvadratı. Aşağıda yazırıq. Birincinin axırıncını götürürəm. Bir də belə deyək də, yox, elə 2 götürürəm. X kvadratını çıxardıram, qalır x plus y. Sonra y kvadratını çıxardıram, qalır yenə x plus y. Yenə yuxarıdakının çıxmanı yenə x minus y. X plus y kimi x kvadratı plus y kvadratını yazırıq bu şəkildə. X kvadratı plus y kvadratı bir də x topla y.
X sonra y'lər, x kvadratlar gedir hamısı. X minus y doğru cavab qalır bax bu şəkildə. Bax, hamısına çalışın ki, uşaqlar. Əvvəl özünüz yazarsınız, sonra izaha baxasınız ki, bunun sizə bir xeyri dəysin. Növbəti videolarda görüşərik.